İllərdir evdə hazırladığım dondurma reseptini sizinlə paylaşacağım. Mən bu resepti Mehman ustadan götürmüşəm. Bunun üçün bizə 5 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 paçka vanil, 1 paçka qaymaq və zoğal mürəbbəsinin suyundan istifadə edəcəm. İstədiyiniz mürəbbə suyundan istifadə edə bilərsiniz. Keçək hazırlanma qaydasına. 5 ədəd yumurtanın ağını ayrı qaba, sarısını ayrı qaba əlavə edirik. Diqqət edirik ki, mütləqdir sarı ilə ağ qarışmasın. Sonra 1 stəkan şəkər tozunun yarısını ağa, yarısını da sarıya əlavə edirik. Daha sonra ağını krem halına keçirənə kimi mikserdən keçirdirik. Sonra isə sarısını ağarına kimi mikserdən keçirdirik. Sonra 1 paçka vanili sarısının üzərinə əlavə edib qarışdırırıq. Daha sonra yumurtanın ağını da yavaş-yavaş sarısının üzərinə əlavə edib qarışdırırıq. Qarışdırdıqdan sonra 1 paçka da qaymağı əlavə edirik. Bütün qarışımı mikserdən keçirdirik. Mikserdən keçirdikdən sonra qab götürüb mürəbbə suyu ilə istədiyiniz bəzəyi verə bilərsiniz. Daha sonra hazırladığımız qarışımı əlavə edirik. Biraz əlavə etdikdən sonra mürəbbə suyundan biraz da əlavə edəcəm içinə. Sonra isə qab dolana kimi yenə də qarışımdan əlavə edib. Mütləqdir ki, bir gecə soyuducuda gözlədəsiniz. Soyuducudan çıxartdıqdan sonra görün necə gözəl alınıb. Sunum edirik. Mən qaba əlavə etdikdən sonra da mürəbbə suyu ilə üstünü bəzəyəcəm. Siz də istədiyiniz kimi edə bilərsiniz. İnanın ki, alınandan daha çox dadlı idi. Evdə mütləq sınayın.